Sizdən razı olsun. Salam aleykum və rahmetullah və bərəkətuh. Həzrəti Ömər, Həzrəti Əbu Bakır, Həzrəti Fatiməyə zülm edib əziyyət veriblərmi? Bu barədə məlumat verərdiniz. Ümumiyyətlə, bu tarix kitablarında biz əksinə Ömər, Əbu Bəkir və Fatimə arasında demək, bunların bir-birlərinə qarşı çox böyük hörmət etdiklərini və bir-birlərini yəni qohumluq əlaqələri olub. Qohumluq əlaqələri olub. Qız veriblər. Bəli. Olduğunu görürük. Bəli. Və bu həmin bu dediyin bu hekayə belə deyək, bu uydurmadır. Bəli. Bunu uyduranlar Əhl-i Beytlə böyük Raşidi xəlifə Əbu Bəkir və Ömər arasında sanki bir ədabətin olduğunu, düşmənçilik olduğunu istəyirlər biruzə versinlər cəmaata. Amma əslində isə belə deyil. Bəli. Biz bilirik ki, Fatimə radiyallahu anhənin əri Əli radiyallahu anhu çox qeyrətli bir insan idi. Bəli. Yəni öz yoldaşı Fatimə radiyallahu anhəni çox sevirdi. Və əgər belə bir şey olsaydı, yəni zülm etmiş və s. Hətta bəziləri deyir ki, Ömər onu qapının arasında qoydu, uşağı düşdü, estağfurullah. Yəni, belə bir şey olsaydı, Əli sizcə bununla razılaşardımı? Və necə ola bilər ki, sonradan Fatimədə ona Ümmü Gülsüm adında qızını Ömərə verir. Ömərə ərə verir. Yəni, necə ola bilər düşmənçiliyi var, amma burada da qızını verir. Əksinə, baxırıq ki, Əli radiyallahu anhu öz sonraki zövcələrinə olan övladlarından adlarını Əbu Bəkir, Ömər qoyur. Yəni, əgər bir insan öz düşməninin adlarını övladlarına qoyarmı? Yəni, bu uydurmadır, bu bir yalandır. Əksinə, tarix kitablarında oxuyanda biz görürük ki, onlar arasında gözəl münasibət, yəni qohumluq münasibəti həmçinin olub, böyük hörmət olub. Və həmçində Əli radiyallahu anhu heç vaxt belə bir şeyə razı olmazdı. Bəli. Allah sizdən razı olsun, Neşən qardaş.